Beynəlxalq Muğam Mərkəzində toplaşmışıq və hər il olduğu kimi bizim Bakı şəhər təhsil üzrə təhsil idarəsinə tabe məktəbəqədər müəssisələrinin hesabat tədbiridir. Bu tədbirdə bugün 13 bağçanın gözəl mələkləri, balaca uşaqları iştirak edirlər. Onlar öz məharətlərini göstərəcəklər, mahnılar ifa edəcəklər, səhnəciklər quracaqlar, rəqslər edəcəklər və biz, yəni valideynlər olaraq, yəni idarənin əməkdaşları olaraq bu tədbiri izləməyə gəlmişik.